Din insanı bir sonsuz yola aparmaq üçündür, nihayətsiz yola. Din çox yüksək dərəcələri düşünən insanlar üçündür. Təəssüf ki, çoxu istəmir o zirvəyə ucalsın. Bizim çoxumuz bir ömür halalla haramın sərhəddində qalmışıq. Hər an haramla halalın arasında dayanmışıq. Bizim dindarlığımızın son həddidir. Ona görə də başqaları bizim dinimizə az cəzbə olunur. Çünki bizim çoxumuz halal-haram sərhəddində olar, bizə baxır, cazibəli bir şey görmür bu dində. Bəzilərinin məntiqi budur ki, xarab olmayın, bəsimdir. Böyle düşünür ki, din bütün əzəməti ilə ona görə göndərilib ki, insan bədbəxt olmasın, bəsdir. İnsan bədbəxt olmasın, bəsdir. İmam Zaman əleyhissalamın dövrünü ki, biz səbirsizliklə gözləyirik və elə gözləməliyik də, o dövrün başlıca xüsusiyyəti budur ki, o dövr uca zirvə üçün müsabiqədir. Yaxşı ilə daha yaxşı arasında seçim etmək üçün dünyaya gəlmişik. Bu ayəni xatırlayırsınız. Əl-ləzi xələqəl məvtə vəl-həyat liyəbluvakum əyyukum əhsənu əməla. Siz Allah bu ayənin üzərində düşünün. Allah ölüm və həyatı yaratdı ki, görsün hansınız daha yaxşı əməl sahibisiz. Demir görsün kim yaxşıdır, kim pis. Pisdən söhbət getmir ümumiyyətlə. Pis İlkin mərhələdir. Ondan qurtul, get daha yaxşıya doğru, daha yaxşıya doğru. Mövzu yaxşı ilə daha yaxşıdır. Əhsənu əməla. Kim daha yaxşı əməl sahibidir? O dövrdə insanlar qabağa keçmək üçün mənəviyyatda müsabiqəyə çıxacaqlar. İmam Zaman dövrü pislə yaxşı arasında seçim etmək dövrü yox, yaxşı ilə daha yaxşı arasında seçim etmək dövrüdür. Müsabiqədə iştirak eləyəsən ki, medal qazanasan. Din bunu istəyir. Yoxsa ki, elə müsabiqədə iştirak elədim, bəsimdir. Bəzi komandalar olur, gəlir çempionatda elə iştirak eləsə bəsləridir. Biz həmin o komandalara bənziyirik. Elə bura çıxmışamsa, Allaha min şükür. Amma bəziləri deyir, birinci yer uğrunda çalışmalıyam. Din bax o birinci yerə dəvət edir hamını. Müsabiqəyə dəvət edir. Amma çoxumuz dindən minimum istifadə edirik. Ki, bizə bədbəxtçilikdən nicat versin. Nəticədə nə olur? Nəticədə belə adamlar çıxır ortaya və çox deyil adamlar. Deyir ki, ümumiyyətlə, din kəhər bədbəxtçilikdən nicat tapmaq üçün göndərilib, onda bədbəxt olmamaq üçün din də lazım deyil o qədər. Mən elə onsuz da oğurluq eləmirəm, yalan danışmıram, qeybət eləmirəm, ev yıxmıram, da dini neynirəm mən? Dini neynirəm? Din bunun üçündürsə, mən dinsiz bu şeylərə gedib çatıram. Haqqı var bu sözü demək, bəli, haqlı danışır bu adam. Dinin son məqsədi budur ki, cəmaat oğurluq eləməsin, cəmaat qeybət eləməsin, yalan danışmasın, başqasının namusuna sataşmasın. Budursa, biri dinsiz gedir o məqsədə çatır da, dini neynir? Məntiqi var onun. Mən haqq verirəm o insanlara. Dini belə tanıtdırmışıq deyə, deyir, dinsiz də buna çatmaq mümkündür.